Görüşə getməliyəm. Hayda Məhəmməd, bax qızla ilk görüşün. Nə olar, gedib oturub yanında ağzına gələni danışma. Normal söhbət elə. Həyecanlanmırıq. Salam, necəsin? Çox yaxşı. Salam. Axırı ki gəldin, bayaqdan səni gözləyirəm. Nə olub, niyə axıda qalmısan? Uzanım. Nə? Heç nə. Hə, danış da necə gəldin? Yollar necə idi? Yollar asfaltlı, mən də ayaqlarımla gəzə-gəzə gəlmişəm. Hə. Yaxşı, özündən danış görək. Nələr sevirsən? Sevdiyim yoxdur, heç vaxt olmayıb. Sevgilim də olmayıb, qız dostum da olmayıb. Hava da qəşəngdir. Qəşəngdir, hə. Yaxşı, 26 yaşın var məsələn, evlənməyə falan düşünmürsən? Yox, subayam mən, evlənməmişəm. Subay dostum da subaydı, mən də subayam. Ən subay mənəm. Yaxşı, sakit ol. Yox, gözlə, sübut eləyəcəm, gəl. Bax, subaylıq haqqında arayışım da var. O nədir? Nəyə lazımdır o? Bu xarici vətəndaşlıq və xaricdə daimi yaşayış üçün lazım sənəddir. Hətta ipoteka əmlak alanda da bu sənədi göstərmişəm. Bunu harda almısan? Heç yerə gedib almamışam. MyGov tətbiqini telefona yükləyirsən, sonra tətbiqə daxil olaraq xidmətlər bölməsində subaylıq haqqında arayış bölməsinə daxil olursan. Bütün məlumatları doldurub yollayırsan Ədliyyə Nazirliyinə. Sənəd hazır olanda da tarixçə bölməsində arayışı əldə edirsən. Çox asandır. Sən də al. Yaxşı, alaram. Çox ağıllısan. Bu qədər məlumatı hardan bilirsən? Ata. Ata, bayaqdan mama sən yığır, niyə götürmürsən telefonu? Məhəmməd, sən evlisən? Məhəmməd, sən evlisən? Məhəmməd, sən evlisən? Məhəmməd, sən evlisən? Yox imiş.